Bəzən, məsələn, iki dənə xanımdır, ikisi də eyni boydadır, eyni çəkidədir. Lakin bu xanımın bədəni ilə digər xanımın bədəni arasında dağlar qədər bədən quruluşunun, gözəlliyi, estetikası baxımından dağlar qədər fərq var. Niyə? Birincisi genetik faktordur, ikincisi isə bu xanım əzələ ilə ağırdır, bu xanım isə yağla ağırdır. Başa düşürsünüz? Və yağın tutduğu həcmdən, baxın, 1 kiloqram pambıq düşünün və 1 kiloqram daş düşünün. 1 kiloqram daş, yerdən götürdüyünüz 1 kiloqram daş təxminən həcmi, məsələn, bu qədər oldu deyək ki də, başa düşürsünüz. Ancaq 1 kiloqram deməli, pambığın həcmi nə qədər olacaq? Bir vedrəni elə peki tutacaq. Yağla əzələ də demək olar ki, eyni prinsipə əsaslanır. Əzələ ilə yağ eyni çəkidə olsa da həcm fərqləri var. Əzələnin həcmi kiçik olsa da yağın həcmi böyük olduğu üçün yağla kökələndə vizual olaraq o qədər də yaxşı bir görüntü olmur. Başa düşürsünüz? Ona görə də siz bu dəhşətli diyetlərlə əzələnizi yandırırsınız, yağlarınız da qalır. Sonra da kökələndə əzələ ilə kökəlmirsiniz, yağla kökəlirsiniz. Ona görə də əcəb bir forma olur.